Ayrimanovun sözlərində mən şərh etmək istərdim. Mən bilmirəm, mən soruşdum Əbülfəz Qarayevdən kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Kim qoyub qadağa deyilən bu qadağanı biz aradan götürək. Özəl telekanallar qoyub qadağa. Özəl telekanallar. Hesab edirəm ki, onlar səhv eləyiblər və onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər bu qadağa doğrudan da varsa, tamamilə götürülməlidir və sizin kimi istedadlı insanlar üçün hesab edirəm ki, bütün televiziya kanalları açıq olmalıdır. Təşəkkür ederim. Mən şadam ki, bu məsələni sən qaldırmısan, çünki burada görünür ki, hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Sizi mən artıq 20 ildən çoxdur ki, tanıyıram və əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bugün də sizin fəaliyyətinizi izləyirəm, mənə müntəzəm olaraq məlumat verilir gördüyünüz işlərlə. Şadam ki, siz öz fəaliyyət dairəsini genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir. Millət vəkili Zeynəb Xanlarova çıxış etdi. Gəl söndürməyə elə mən də bir-iki kəlmə söz deyim. Əlbəttə, mən görürəm ki, bəzi çıxışlar hamısı xahişlərləndir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var. Görünən dağa nə bələdçi. Azərbaycanımız o qədər gözəlləşib ki, o qədər inkişaf var ki, inanın, qabaq görmüşük də bunları həmişə görmüşük. Gələn turistlərdir. Hələ indiyə qədər Azərbaycana bu cür axın olmayıb. Hamı niyə görə gəlirlər? Ancaq Azərbaycanımızın gözəlliyindən neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özüm üçün xoşbəxtlik hiss edirəm ki, bu sözü həmişə təkrar eləyirəm. Elə prezidentlərimiz olub ki, elə başçılar olub ki, Azərbaycana başçılıq eləyənlər. Bizim kəndlərimizi tanımırlar, rayonlarımızı tanımırlar. Bizim əziz prezidentimiz, bizim əziz xanımımız, Mehriban xanım, qarış-qarış rayonları gəzir, kəndləri gəzir. Mən onlara indi rayon deyə bilmərəm. Mən deyərəm şəhər. Heç bir bu qədər mən ölkə gəzmişəm. İnanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, konsertlər elirdim keçmişdə. Nə qədər konsertlər eləyirdim. Ancaq kuzaları birləşdirirdilər maşınların üstünə. Sən də şahidsən də. Xalçalar döşürdülər. Biz onun üstündə stadionlarda konsertlər eləyirdik. Və yorulmadan konsertlər eləyirdik. İndi, maşallah, hər bir rayonda elə stadionlar yaranıb. Elə klub deyə bilmərəm, elə bil ki, Heydər Əliyev mərkəzidir. Elə otellər düzəlib, mərkəzlər düzəlib. Vallahi bunu görüb, görməmək körlüqdur. Ancaq kör adamlar bu şeyləri görə bilməz. Mən prezidentimizə bundan sonra da o qədər ömür arzulayıram ki, çünki Azərbaycan o qədər inkişafdadır ki, o qədər gözəldir. Mən hər il mən xaricdəyəm. O qədər sözlər deyirlər, mən fəxr edirəm. Fəxr edirəm ki, mənim Azərbaycanımın belə inkişafdadır. Belə mən heç bir xahişdən ötürü gəlməmişəm. Xahiş edirəm, çıxış eləyənlər də bu gözəlliklərdən danışsın. Qoy bu gözəlliklərdən danışsınlar. Nə xahiş lazım olanda, ayrıca prezident onsuz da heç kimi elə bir adam yoxdur ki, onu görüşməsin, onu eşitməsin. Burada xahiş edirəm, olanlardan danışın. Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq. Mən bunu dəfələrlə demişəm ki, Heydər müəllim, ölməz Heydər müəllimimiz var. Mən, inanın, onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, elə Heydər müəllim yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, həmişə yaşayır sizinlə birlikdə. Mehriban xanım, sizə can sağlığı,
mənim əziz prezidentim, sizə can sağlığı. Mənim heç bir xahişim yoxdur. Heç bir xahişim yoxdur. Bəlkə də mən orator deyirəm. Mən hələ indiyə qədər 70 ildir səhnədəyəm, mikrofonla oxumamışam. Səslərini verirlər. Hətta olub Amerikada qollarımdan belə tutublar. Deyiblər, bu görürsən canlı oxuyur, cansız oxuyur. Mən ömrüm nə qədər var, canlı oxuyacağam və mikrofon görməyəcəyəm. Yəni bunu da demək istəyirəm. Danışmağa çox sözüm, əlbəttə. Muğam olsa, mahnı olsa mən burada çox oxuyaram. Qolumdan tutub çıxartmasa səhnədən. Ancaq inanın, ürəyimdə o qədər sözlər var bu Azərbaycanımızın gözəlliyi haqqında ki, mən qoy yoldaşlar da xahiş edirəm, xahişlərinizi saxlayın qırağa, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən. Teatr başqa sahələr nisbətən biraz çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, Muğam festivalından hamısı maşallah təmin olunubdular. Çox sevinirəm, çox sevinirəm. Bizim özümüzün də sizin xüsusi deməli, mükafatınız, xüsusi Allah öndər qəni rəhmət eləsin, təqaüdünüz. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. İşlədiyim musiqili teatr, şəhər mərkəzində yerləşən teatr, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, Cənab Prezident 3-cü kateqoriyadadır. 3-cü kateqoriyadadır musiqili teatr. Və çox xahiş edərdim ki, mən sizə bir fakt gətirim ki, aktyor səhər tezdən kirayə qaldığı müşviqavatdan 2 balası, yoldaşı və özü gətirir termosu ilə, çayla. Konservatoriyanın qabağında dayanır. Uşaq gedir dərsə, ikinci uşağı hazırlayırlar ikinci smenə. Orada sonra onu yedirdir, özü məşqə gedir. Axşam yenə də həmin o ailə ilə qayıdır müşviqavada. Yəni, yenə deyirəm sizə ki, ev, bəli, Afaq Bəşir qızına ev verilib, Afaq Bəşir qızına mükafat verilib, Afaq Bəşir qızına fəxrə ad verilib. Çox sağ olun, çox sağ olun. Amma Afaq Bəşir qızı tək deyil. Afaq Bəşir qızı özündən sonrakiləri fikirləşməlidir. Sizə olan xahişlər buna görədir. Ümumi xalq üçündür. Canım prezidentim, çox xahiş edirəm. Aksiyonların maaşıdır və bir də evlə təmin olunma. O imkansız aksiyonlar. Mən demirəm ki, yeni qurulu evlər, mən demirəm nəysə, amma aksiyonlarımızın ev vəziyyəti, sosial vəziyyət, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük. Bizim indi sizdən heç nə tələb eləməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Hamısını bunu bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik teatr sahəsinə və teatr xadimləri ittifaqı qurumunun inkişafı, yeni konsepsiyası, yeni, necə deyim sizə, işləri görülməlidir. Çünki teatrın xadimlərinin həqiqətən də teatr xadimləri ittifaqına çox böyük ehtiyac var. Qarşıdan Üzeyir Hacıbəyev adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxış etdi. Hörmətli Cənab Prezident, hörmətli Mehriban xanım, bu görüşə görə dərin minnətdarlığı bildirmək istərdim. Burada bütün oturanlar sizi bir il bundan qabaq Filarmoniyada dəstəkləyiblər, bütün yaradıcılıq ittifaqlar. Mənim bacım Zeynabla razı ola bilmərəm. Niyə görə Zeynab? Frəngiz xanım da, Anar da böyük ittifaqların sədridirlər. Onların min dərdi var. Onlar özün üçün heç bir şey xahiş eləmirlər. Cəmaatın dərdi var, bunları qulaq asmaq lazımdır. Ona görə İmanovun bu 90 illik qeyd eləyir, bu bizim bəstəkarımız Abxaziyadan lüt gəldi 91-ci ildə. Mən onu işə qəbul elədim və bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Frəngizi alqışlayıram və dəstəkləyirəm.